Hidrogen xlorid və xlorid turşusu alınması və xassələri. Birinci sual. Hansı maddə nə xlorid turşusu, nə də xlorla reaksiya daxil olmur? A variantında ammoniak, xlorid turşusuna reaksiya daxil olub ammonium xlorid tuz əmələ gətirir. Amma xlorla reaksiya daxil olmur. B variantında mis2 oksid, əsasi oksiddir. Xlorid turşusuna reaksiya girib duz və su əmələ gətirəcək. Amma xlorla reaksiya daxil olmayacaq. Bizə hər ikisi ilə daxil olmayan bir maddə lazımdır. C variantında dəmir həm xlorid turşusuna reaksiyaya girir, həm də xlorla. D variantında isə silisium 2 nə xlorid turşusuna reaksiya daxil olur, nə də xlorla. Deməli, cavab ilə D variantıdır. Y variantını da qeyd edək. Deməli, mis xlorid turşusuna reaksiya daxil olmayacaq. Çünki aktivlik sırasında mis hidrogendən sağda yerləşən metallardandır. Yəni, pozitiv metaldır. Hidrogeni çıxara bilmir. Ona görə daxil olmur. Amma xlorla reaksiya girib mis xlor 2 əmələ gətirir, duz əmələ gətirir. Ona görə cavabımız D variantıdır. İkinci sualda deyir, hansı maddə həm xlorid turşusu, həm də xlorla reaksiya daxil olur. Hər ikisi də daxil olsun. Hidrogen xlorid turşusuna girməz, turşular hidrogenlə daxil olmur, amma xlorla girər. B variantında mis xlorid turşusuna girmir, amma xlorla girir. CO nə xlorid turşusuyla, nə də xlorla reaksiya daxil olmaz. Natrium florid xlorid turşusuna daxil olar, xlorla daxil olmaz, xlor flor çıxara bilməz. Y variantında kalsium hidroksid əsasdır. Deməli, turşuya reaksiya girəcək. Reaksiyaları qeyd edək bir dənə. Deməli, kalsium OH2 üzərinə gəlir H xlor. Buradan duz və su əmələ gəlir. Yəni, indi H xlorun moluna baxır. Əgər 1 mol götürülsə, əsasi duz da alına bilər. 2 mol götürülsə, normal duz. Yəni, biz normal duzu qeyd edək. Ümumiyyətlə, söhbət burada reaksiyanın gedib-getməməyindən gedir. Yəni, gedəcək, reaksiya gedir. Bir də xlor da kalsium hidroksiddən reaksiya daxil olur. Deməli, kalsium OH2-nin üzərinə xloru gəlsək, buradan alınır kalsium xlorid plus kalsium hipoxlorid duzu, kalsium xlor O2 plus H2O. Adi şəraitdə gedərsə, yəni bu alınır. Hətta temperatur olarsa, kalsium xlor O3 alınır. Yəni, xlorat duz alınır. Belə, deməli, daxil olur. Xlor həm, yəni kalsium hidroksid həm xlorla, həm də xlor turşusuna reaksiya daxil olur. Üçüncü sual. Hansı maddə həm xlor turşusu ilə, həm də xlorla reaksiya daxil olur? Yenə hər ikisi ilə daxil olan bir maddə götürərik. Bu zamanda barium hidroksidi götürərik. Yenə eyni qaydada kalsium hidroksid kimi barium hidroksid də hər ikisi ilə reaksiya daxil olacaq. Dördüncü sual. Hansı maddə həm xlorid turşusu, həm də xlorla reaksiya daxil olur? Deməli, kalium florid xlorla daxil olmaz, amma xlor turşusu olar. Civə xlorla girəcək, xlor turşusu ilə girməyəcək. Deməli, kalsium. Kalsium hər ikisi də daxil olur. Deməli, kalsium bir dəqiqə. Deməli, kalsium üzərinə gəlsək, xlor turşusu H xlor. Buradan alınır kalsium xlorid, kalsium xlor 2 plus H2. Bir də kalsium üzərinə xlor 2 gəlsək. Buradan da kalsium xlor 2. Yəni, hər ikisi daxil olan kalsiumdur. 5-ci sual. Deməli, metalımız dəmirdir. Reaksiya məhsulları xlor ilə X-dir, xlor turşusu ilə Y-dir. Deməli, dəmirin həm xlorla, həm də xlor turşusu reaksiyasını qeyd eləməliyik. Dəmirin üzərinə xlor 2 gələndə, buradan dəmir xlor 3 alınır. Dəmirin 3 valentdə duz alınır. Amma dəmirin üzərinə xlor turşusu H xlor gələndə, buradan dəmir xlor 2 plus H2 alınır. Yəni, burada artıq 2 valentdə duz alınır. Deməli, X xlor 3-dür, Y-də xlor 2-dir. Cavab olacaq C variantı. 6-cı sualda eyni qaydada dəmir necə girirsə, xrom da o qaydada girir. Deməli, xromun xlorid turşusu ilə reaksiyasından H xlorla reaksiyasında bu lövhədəki dəmiri biz xrom olaraq dəyişə bilərik. Yəni, mən bunları dəmirləri xrom eləsəm, eyni qaydada girir. Çünki xrom üstəgə xlor 2, xrom xlor 3, bir də xrom üstəgə H xlor, xrom xlor 2. İndi xlorid turşusuna girəndə xrom xlor 2 olacaq, xlorla girəndə xlor 3 olacaq. Xlor 2, xlor 3 A variantı. 7-ci sual. Reaksiya daxil olan maddələr, alınan duzun mollər kütləsi. İndi alınan duzun mollər kütlələri müqayisə eləməliyik. Buradan alınan duzların mollər kütlələri halogenlərə görədir də. Deməli, alınan duzumuz qeyd eləsək kalium xlor, kalium brom və kalium yod. Kalium xlorid, kalium bromid və kalium yodid duzları əmələ gəlir. Və bunların da mollər kütlələri, halogenlərin mollər kütlələrinə baxıraq, artıq burada kaliuma, yəni kaliumu nəzərə almayacaq. Xlor, brom, yoda görə biz mollər kütlələrini müqayisə edə bilərik.
Yəni burada moller kütləsi ən böyük olan, içindəki kütləsi ən çox olan halogen hansıdır? Bromdur, 80-dir. Deməli bromcu, yəni kalium bromid daha yüksək olacaq. Yəni B böyük olacaq. Bromdan sonra biraz kiçik olan xlordur, 35,5-dir. Yəni A-dan, kalium xloriddən. B böyükdür A-dan, A da böyükdür C-dən. Flor çünki içinin ən kiçik kütləli olanıdır. Deməli o da böyükdür C-dən. B böyükdür A böyükdür C. Cavab olacaq Y variantı. 8-ci sualda da bu dəfə natrium hidroksidləndir. Yenə fərq yoxdur. Amma burada da deməli natrium hidroksid də yox. Daha doğrusu həm natrium hidroksid, həm kalium hidroksid, həm də litium hidroksiddir və halogenlər eynidir. Bayaq əsas eyni idi. Halogenlər müxtəlif idi. İndi halogenitdə, yəni hidrogen halogenitdə eynidir, amma əsas fərqlidir. Yenə də alınan duzlarda bu dəfə də metalların kütlələrinə görə müqayisə edirik. Buradan alınan natrium xlorid, buradan kalium xlorid, buradan da litium xlorid. Ən çox kütləli olan kaliumdur. Yəni B böyük olacaq. Sonra natrium gəlir, yəni A-dan, o da böyükdür C-dən. B, A, C. Cavab olacaq Y variantı. 9-cu sual. Hansı reaksiya tənliyi sənayedə hidrogen xloridin alınmasını əks etdirir? Sənayedə alınma reaksiyası. Sənayedə hidrogeni xlorla reaksiyasından alınır, birbaşa qarşılıqlı təsirindən. D variantı doğrudur. 10-cu sual. Həm xlorla, həm də xlor turşusu ilə reaksiya daxil olan maddələri göstərin. Həm xlorla daxil olsun, həm də xlor turşusu ilə. Natrium sulfat deməli heç nə xlorid turşusu ilə reaksiyaya girər, nə də xlorla. Xlor turşusu ilə də ona görə girmir ki, çünki sulfat turşusu qüvvətlidir. Onu xlor turşusu çıxara bilməz. Alüminium həm xlor turşusu ilə reaksiya daxil olur, həm də xlorla. Deməli 1-2-dir. Mis xlor turşusu ilə girməz, amma xlorla girər. Onda 3-ü götürmürük. Amma natrium hidroksid həm xlor turşusu ilə girəcək, əsasdır. O da turşudur da, xlor turşusu. Alınır duz və su, həm də xlorla reaksiya girir. Xlorla reaksiyasının, yəni hər ikisinin reaksiyasını bir dənə qeyd eləyək. Natrium OH-ın üzərinə H xlor gələndə buradan alınır natrium xlorid plus H2O. Bir də natrium OH xlorla girəndə üzərinə xlor 2 gələndə buradan alınır natrium xlorid plus natrium xlor O, yəni natrium hipoxlorid dizu plus H2O. Yəni hər ikisi reaksiya daxil olur. Deməli cavab olacaq 2-4 C variantı. 11-ci sual. Həm xlorla, həm də xlor turşusu reaksiya daxil olan maddələri göstərin. Kalium nitrat deməli xlorla girmir, heç xlor turşusu da girmir. Çünki xlor və nitrat turşuları bir-birini o zaman çıxarar ki, duzun tərkibindən bu reaksiyadan gərək çöküntü alınsın. Burada da kalium nitratın üzərinə xlor turşusu gəlsək, yəni reaksiyadan çöküntü alınmır. Ona görə getmir. Dəmir. Dəmir həm xlor, həm xlor turşusu bayaq yazmışdıq. Yəni sonra da xrom olaraq onu dəyişdik. Yəni dəmirin üzərinə xlor 2 gələndə dəmir xlor 3 alınır. Dəmirin üzərinə H xlor gələndə dəmir xlor 2 plus H2 alınır. Yəni dəmir gedəcək. Gümüş. Gümüş xlorla girir, amma xlor turşusu daxil olmur. Yəni mis kimidir. Hidrogendən sonra gəldiyinə görə hidrogeni çıxara bilmir turşunun tərkibindən. Amma kalsium hidroksid həm xlorla, həm də xlor turşusu reaksiyaya girir. Bayaq bunu yazmışdıq. Kalsium hidroksidi. Burada qeyd eləmişik. Həm H xlorla girir, həm də xlorla. Deməli, doğru cavab olacaq 2-4 A variantı. 12-ci sual. Xlor turşusu hansı oksidlə reaksiya daxil olur? Xlorid turşusu özü turşudur. Turşu da əsas oksidlə reaksiya girər, amfoter oksidlə girər. Burada da C variantını götürərik. Çünki kalium oksid əsas oksiddir. Turşu ilə reaksiya girib, buradan kalium xlorid, yəni kalium xlorid duzu, bir də su əmələ gətirər. 13-cü sual. Xlor turşusu hansı oksidlə reaksiya daxil olur? Yenə turşu olaraq əsasi oksid, yəni kalsium oksidlə girəcək. C variantı. 14-cü sual. Xlorid ionunu hansı maddənin suda məhlul ilə təyin etmək olar? Deməli, xlorid ionu, yəni xlor mənfi ionu gümüşlə çöküntü əmələ gətirir deyə biz burada cavab olaraq gümüş bir nitrat duzunu götürərik. Çünki oradan gümüş xlor çöküntüsü əmələ gətirəcək. Ona görə yəni gümüşlə təyin olunur. Hətta yəni 15-ci sualda yenə xlorid ionunu bu dəfə də deyir yenə hansı maddənin suda məhlula təyin etmək olar. Bu dəfə quruşun 2 nitrat götürək. Çünki quruşun xlor 2 də çöküntüdür. Yəni xlor mənfi gümüşlə də quruşunla da çöküntü əmələ gətirdiyinə görə onlarla təyin olunur. Onların duzlarını yəni təyin etmək olar. 16-cı sualda deyir hansı qaz adi şəraitdə suda yaxşı həll olur?
Deməli, adi şəraitdə suda yaxşı həll olan qaz olacaq elə xlorid turşusu, yəni hidrogen xlorid qazı da, yəni A variantı. Normalda adi şəraitdə qazdır və suda yaxşı həll olan qazdır. Suda məhlulda xlorid turşusu adlanır. Yəni 17-ci sualda deyir, hansı maddələr xlorid turşusuna reaksiya daxil olur? Deməli, kalsium ortofosfat xlorid turşusuna reaksiya girməz. Çünki xlorid turşusu ortofosfat turşusunu o zaman çıxarar ki, reaksiyadan çöküntü alsın. Bu maddənin isə özü çöküntüdür, yəni buradan çöküntü alınmır, elə özü çöküntüdür, girməz reaksiya. Sonra quruşun 2 nitrat. Üzərinə xlorid turşusu gəlsək, üzərinə H-xlor gəlsək, bəli, bu reaksiya gedəcək. Çünki xloridlə nitrat da bir-birini o zaman çıxarar ki, çöküntü alınır. Buradan da çöküntü alınır. Quruşun xlor 2 çöküntüsü alınır. Bir də üstə gəl HNO3 nitrat turşusu gedir. Yəni ikinci gedəcək. Sonra üçüncüdə kalium karbonat. Kalium karbonatın üzərinə xlor turşusu gəlir. Bəli, xlor turşusu karbonat turşusundan qüvvətlidir, çıxaracaq. Alınır kalium xlor plus karbonat turşusu da parçalanır, davamsızdır. CO2-yə, bir də H2O-ya. Yəni 3 də gedəcək. Dördüncü natrium nitratdan xlor turşusu, nitrat turşusunun çıxarması üçün gərək reaksiyadan çöküntü alınır. 2 ilə 4-ə fikir verirsinizmi? Eyni turşunun duzlardır. Amma birində quruşundur, birində natriumdur. Quruşunla quruşun xlorişə çöküntüsü alındı deyə getdi. Amma natrium NO3 üzərinə H-xlor gəlsə, oradan natrium xlor alınır. O da çöküntü deyil. Gərək çöküntü alınsın ki, nitrat xlorid bir-birlərini çıxarsınlar. Ona görə doğru cavab burada 2, 3, yəni A variantı olacaq. 18-ci sual. Hansı maddələr xlor turşusuna reaksiya daxil olur? Xlorid turşusu ilə deməli birinci elə kalium xlorat daxil olacaq. Buradan alınır kalium xlor plus xlor 2 plus H2O. Xlor laboratorda alınma reaksiyasıdır. Biri 1-dir. Kalsium sulfat xlorid turşusuna reaksiya girməz. Çünki sulfat turşusunu xlorid turşusu çıxara bilməz duzun tərkibindən. Amma üçüncüdə natrium 2-sin üzərinə H-xlor gələndə gedəcək. Buradan alınır natrium xlor plus H2S. Xlor turşusu sulfitdən qüvvətlidir, çıxarır. Belə deməli 3-dən gedir. Amma silisium xlorid turşusuna reaksiya daxil olmaz. Doğru cavab 1, 3, B variantı. 19-cu sual. Hansı maddələr xlorid turşusuna reaksiya daxil olmur? İndi olmayanları götürməliyik biz. Deməli birinci girəcək. Birinci maddənin üzərinə xlorid turşusu gələndə bir dənə bunu qeyd edək. Buradan kalium xlor plus xrom xlor 3 plus xlor 2 plus H2O. Xlor laboratorda alması oldu. Yəni daxil oldu. Ona bir deyil. İkincidən kalium nitrat xlor turşusuna reaksiya girməz. Çünki xlor turşusu nitratı o zaman çıxarar ki, bayaq da dedik. Oradan çöküntü alınsın. Buradan da kalium xlorla birləşsə çöküntü əmələ gəlmir. Kaliumun çöküntüsü yoxdur. Ona görə daxil olmur. 1-2-dir. Quruşun 2 nitrat deməli xlor turşusuna girəcək. Çünki buradan quruşun xlor 2 çöküntüsü alınacaq deyə reaksiya gedir. Yəni daxil olur. Amma mis daxil olmaz. Mis bayaq da dedik ki, xlor turşusuna girməyəcək. Çünki aktiv sırasında hidrogendən sağda yerləşən metallardandır. Ona görə daxil olmur. Deməli, yəni hidrogeni çıxara bilmir. Deməli 2, 4, C variantı. 20-ci sual. Hansı maddələr xlor turşusuna reaksiya daxil olmur? Birinci olacaq. Bunu bayaq qeyd elədik. Kalium xloratın üzərinə H-xlor gələndə. Buradan kalium xlor, xlor 2, bir də su alınır. Birinci olur. İkinci, natrium sulfat daxil olmaz. Çünki xlor turşusu sulfatdan, yəni sulfat xlor turşusuna qüvvətlidir deyə xlor turşusu sulfatı çıxara bilməz duzun tərkibindən. Daxil olmur. Üçüncü maddə daxil olacaq. Əsasi duzdur. Üzərinə xlor turşusu gələndə buradan normal duz alınır. Turşunun özünün gələndə yəni normal duz alınır buradan. Yazalım. Üzərinə H-xlor gəlsə buradan alınır alüminium xlor 3 plus H2O. Daxil olacaq yəni. Miso da mis2 oksid, əsasi oksiddir. Turşu ilə girib duz və su əmrə gətirir. Alınır mis xlor 2, bir də H2O. Gedəcək yəni reaksiya. Daxil olmayan yalnız 2 oldu. C variantı. 21-ci sual. Hansı maddələr xlor turşusuna reaksiya daxil olmur? İndi olmur deyir. Berilyum OH2 amfoter əsasdır. Ümumiyyətlə, əsaslar, yəni amfoter xassəli olsa da, olmasa da turşularla reaksiya daxil olur. Əsasi xassəli də olsa, amfoter də olsa, ümumiyyətlə, əsaslar turşularla reaksiya daxil olur. Yəni, bir olacaq. İndi bizdən olmur soruşur. Kalium xlorid xlor turşusuna girməz. Çünki xlor turşusunun öz duzudur və üzərinə xlor turşusu gəlsək, yəni əgər bu turşu iki əsaslı turşu olsaydı, normal duzun üzərinə turşunun gəlmək olardı.
Məsəl üçün, natrium 2SO4-ün üzərinə içindəki turşudan, yəni H2SO4-dən gələ bilərik. Çünki buradan turş duz, natrium hidrosulfat, HSO4 alınır. Amma axı xlor turşusu turş duz əmələ gətirə bilmir. Ona görə kalium xlorun üzərinə içindəki turşudan, yəni H-xlor gəlsə reaksiya getməz. Onda daxil olmaz, biri 2-dir. Sonra natrium nitrat. Natrium nitrat da daxil olmayacaq. Çünki xlor turşusu nitratı o zaman çıxarar ki, çöküntü alınsa reaksiyadan. Natriumda çöküntüsü olmur. Yəni natrium xlorla birləşsə çöküntü əmələ gətirməz. O görə daxil olmur. Amma kalium permanganat daxil olacaq. Bunun üzərinə H-xlor gəlsə, buradan kalium xlor, mangan xlor 2, xlor 2, bir də H2O. Xlorun laboratoriyada alınma üsuludur. Deməli, daxil olmur, bizdən olmurları soruşur da, cavab olacaq 2-3, B variantı. Yenə 22-ci sualda deyir, daxil olmur. Yenə xlor turşusu daxil olmur. Deməli, birinci daxil olacaq. Çünki civə o əsasi oksiddir. Turşuna girəcək, duz və su əmələ gətirəcək. Mangan O2 də girir. Mangan O2 üzərinə H-xlor gələndə buradan alınır mangan xlor 2 plus xlor 2 plus H2O. Xlorun laboratoriyada alınma üsuludur. Deməli, 1 girir, 2 girir. Sonra üçüncü, kalsium OH-xlor. Deməli, kalsium hidroksixlorid əsasi duzdur. Bu əsasi duzdur. Üzərinə həmin o turşudan gələndə normal duz alınacaq. Kalsium xlor 2 və su alınacaq. Ona görə bu da girəcək. Amma kalium sulfat daxil olmaz. Çünki kalium sulfatın üzərinə xlor turşusu gəlsə, xlor turşusu sulfat çıxara bilmir. Ona görə bu reaksiya getməz. Daxil olmur, yalnız 4. Yəni B variantı. 23-cü sualda deyir, hansı maddələr xlor turşusu reaksiya daxil olur? Olur soruşur bu dəfə. Deməli, kalium xlor O3, kalium xlorat üzərinə H-xlor gələndə bəli bu daxil olacaq. Buradan kalium xlor, xlor 2 plus H2O alınır. Biri 1 daxil olanların. Sonra natrium ortofosfat daxil olmaz. Çünki ortofosfatla xlorid demək olar ki, yəni aktivliyinə görə eyni sayılırlar və bunlar bir-birinin reaksiyadan çöküntü alınarsa çıxarar. Natriumda çöküntüsü yoxdur, xlorla birləşib çöküntü əmələ gətirməz. Ona görə bu reaksiya getmir. Üçüncü gedəcək. Üçüncü, üzərinə xlor turşusu gələndə, yəni buradan alına bilər. Həm dəmir, yəni 2 cür gedə bilər də. 1 mol xlor turşusu gəlsək, buradan dəmir, OH, xlor 2. Yəni 1 OH, 2 xlor 2 belə. Amma 2 mol xlor turşusu gəlsə, elə dəmir xlor çalınır, normal çalınır. Yəni bir sözdən reaksiya daxil olur. Bir də xrom. Xromda xlor turşusuna reaksiya daxil olur. Deməli, doğru cavab 1, 3, 4 Y variantı. Xromun üzərinə H-xlor gələndə alınır xrom xlor 2 plus H2. 24-cü sualda yenə deyir, hansı maddələr xlor turşusu reaksiya daxil olur? Olur soruşur. Deməli, biri birinci maddədir. Bayaq da bunu yazmışdıq. Yenə qeyd eləyək. Üzərinə H-xlor gələndə alınır kalium xlor, xrom xlor 3 plus xlor 2 plus H2O. Biri 1-dir deməli, daxil olan maddənin. Sonra ikinci, kalium sulfat girməyəcək. Xlor turşusu sulfat çıxara bilməz. Gümüş NO3 daxil olacaq. Çünki gümüş NO3-ün üzərinə H-xlor gəlsə, buradan gümüş xlor çöküntüsü alınacaq deyə reaksiya gedir. Çöküntü alınır deyə xlor nitratı çıxarır və HNO3 alınır. Deməli 3 gedir. Amma gümüş xlor turşusuna girmir. Aktivlik sırasında hidrogendən sağda yerləşdiyinə görə hidrogeni çıxara bilmir. Doğru cavab 1-3 Y variantı. 25-ci sual. Hansı reaksiya doğru deyil? Deməli, A variantında xlor turşusu ortofosfatı çıxarıb. Xlor turşusu ortofosfatı bu zaman çıxarar ki, yəni reaksiyadan çöküntü alınsın. Buradan da çöküntü alınmayıb. Elə doğru olmayan A variantıdır. Digər variantdakı reaksiyaların hamısı doğrudur. B, C, D. Bunlar xlorun laboratoriyada alınma reaksiyalardır. Y variantında da xlor turşusu metasilikatı çıxarıb, yəni qüvvətli də xlor turşusu metasilikatdan çıxara bilər. Ona görə bu da doğrudur. 26-cı sual. Hansı ifadə xlor turşusunun kimyəvi xassəsini əks etdirmir? Kalium xlorat ilə reaksiya daxil olduqda xlor ayrılır. Bəli, bu reaksiyasından söhbət gedir də, buradan xlor alınır. Bəli, bu bunun kimyəvi xassəsidir. Əks etdirir, yəni. B variantında əsasi və amfoter oksidlərlə duzlar əmələ gətirir. Bəli, xlor turşusu əsasi və amfoter oksidlərlə duz əmələ gətirir. Bu bunun kimyəvi xassəsidir də. C variantında gümüş bir nitrat ilə ağ rəngli çöküntü verir. Yenə çöküntü əmələ gətirmə, yəni söhbət kimyəvi xassədən gedir. Bütün metallarla reaksiyasından hidrogen alınır. Bütün metallarla.
Burada yanlışlığa yol verirlər də. Yəni axı xlor turşusu aktivlik sırasında hidrogenden sonra gələn, sağda gələn metallar mis, civə, gümüş, platin, qızıl bunlarla reaksiyaya girib, yəni bu turşudan hidrogen alınmır axı. Yəni bunlar hidrogen çıxara bilməyən metallardır. Ona görə bütün metallarla sözünə görə yanlışdır. Bu onun kimyəvi xassəsini əks etdirmədi. Amma Y variantı lakmusun rəngini qızardır. Bəli, turşudur. Turşular lakmusun rəngini qırmızı bir rəngə boyayır. Yəni o da doğru ifadə idi. Deməli burada cavab olacaq D variantı. 27-ci sual. Hansı reaksiya nəticəsində hidrogen xlor əmələ gəlmir? A variantında əmələ gələcək. A variantında xlorun götürülən xlorun əslində mol miqdarı asılı olaraq, yəni 4 cür məhsul alına bilər. İndi düşünək ki, xlorun əmsalı 1-dir. Buradan alınır CH3 xlor, əvəz etmə reaksiyasıdır. Plus H xlor, metan əvəz etmə reaksiyasıdır. B variantında da alınacaq H xlor. C variantında bu reaksiya da getmir. Yəni gümüş xlor çöküntüdür. Çöküntünün də nitrat turşusu çıxarmaz. Yəni reaksiyadan çöküntü alınmalı idi burada. Çöküntü girməli değildi. Amma D variantı sulfat turşusu buradan xlorda çıxarır. Buradan alınır natrium 2SO4 plus H xlor. Y variantında amonium xlorid parçalanır NH3-ə, amoniak qazına, bir də H xlora. Deməli yanlış olan C variantıdır. Sonra 28-ci sual. Hansı halda hidrogen xlorid əmələ gəlir? İndi əmələ gəlir deyir. Deməli A variantında burada sirkə turşusu xlor turşusunu çıxarmaq istəyir. Yəni bu reaksiya heç getməyəcək. Çünki sirkə turşusu xlor turşusundan zəifdir. Bu reaksiya baş verməyəcək. B variantında sulfit turşusu xlor turşusunu çıxarmaq istəyir. Bu da baş verməz. Yəni bunlar xlor turşusundan zəif turşulardır. C variantında natrium xloridin üzərinə gəlir su. Natrium xlor suyuna elektroliza uğrayar, o başqa. Amma bu elektroliz deyil. Yəni heç bir şey qeyd olmayıb burada. Bu reaksiya da getməyəcək. D variantında sulfat turşusu xlor turşusunu çıxaracaq. Bəli, bərk halda olanda sulfat da qat sulfatsa çıxarır. Alınır natrium 2SO4 plus H xlor və burada xlor turşusu əmələ gəlir. Amma Y variantında deməli duru sulfat çıxara bilməz. Yəni çıxaran qat sulfatdır. Duru sulfat o zaman çıxarır ki, duzun tərkibinə turşuna çöküntü əmələ gəlsin reaksiyadan. Bu arada yəni kalium xlorodur, bu perxlorat turşusunun duzu. Perxlorat turşusu sulfat turşusundan da qüvvətli bir turşudur. Yəni bu reaksiya baş verməz. Doğru cavab D variantı. 29-cu sual. Hansı maddənin köməyi ilə müxtəlif qablarda olan natrium sulfat, gümüş bir nitrat, natrium karbonatın suda məhlullarını fərqləndirmək olar? Deməli, bu elə olacaq xlorid turşusu, H xlor. Çünki deməli, xlor turşusu ayrı-ayrılıqda deyək. Deməli, xlor turşusu bu adı çəkilən maddələrdən əvvəlcə sağdan sola qayıdaq. Birinci natrium karbonatı deyək. Natrium karbonatla reaksiya girəcək. Üstəgəl H xlor. Buradan alınır natrium xlor plus CO2 plus H2O. Buradan CO2 qaz alınır. Qaz qabarcıqları əmələ gəlir. Buradan yəni bu şəkildə təyin olacaq. Yəni bunu belə təyin edəcək ki, hə, buradan CO2 alınır, deməli bu natrium karbonatdır. Sonra gümüş NO3 ilə reaksiya girəcək. Gümüş NO3 üstəgəl H xlor. Buradan da alınacaq gümüş xlor çöküntüsü. Ağ rəngli gümüş xlor çöküntüsü, bir də HNO3, yəni nitrat turşusu. Buradan da çöküntü aldığına görə təyin olunacaq. Natrium nitratla da reaksiya daxil olmur. O da qalır. Yəni o birilər getdi, bir dənə natrium nitrat qalacaq. Yəni bu şəkildə üçünü bir-birindən fərqləndir. Onlarda müəyyən xassələr oldu. Yəni birində qaz ayrıldı, birində çöküntü ayrıldı. Bu da girmədi. Yəni üçünü bir-birindən biz fərqləndirə bilərik bu şəkildə. Sonra 30-cu sualda deyir, hansı maddənin köməyi ilə müxtəlif qablarda olan natrium nitrat, gümüş bir nitrat, kalium karbonatın suda məhlullarını fərqləndirmək. Eyni sual da elə bir. Bayaq natrium karbonat, bu da kalium karbonat, eynidir. Yəni eyni cür burada yenə kalium karbonatla girəcək. Natriumla necə girib? Natrium karbonatla. Kalium karbonatla da o şəkildə girib karbon qazı alınır. Gümüş NO3 ilə çöküntü alınacaq. Natrium nitrat da girməyəcək. Yenə yəni söhbət xlor turşusundan gedir. Deməli, 31-ci sualdır. Hansı maddənin köməyi ilə müxtəlif qablarda olan kalium nitrat, gümüş bir nitrat, natrium karbonat. Bu dəfə natrium nitratı, kalium nitratı yazıblar. Yenə maddəmiz H xlordur. Yenə həmin sualdır. B variantı. Natriumla kaliumun fərqi yoxdur. Yəni dozlarda dəyişəndə xassələri eyni olur. Xlor turşusundan reaksiya girmə qabiliyyətləri.
32-ci sual. Hansı maddə xlor turşusu və xlorla reaksiya daxil olmur? Xlor turşusu ilə də daxil olmasın, xlorla da daxil olmasın. Bu olacaq elə silisium O2. Turşu oksidli, yəni oksid olaraq turşu oksididir. Turşu ilə girməyəcək, amma flor turşusu da daxil olur. Silisium O2 üstünə H flor gələndə buradan silisium flor dörtdən su alır. Yəni gedir bu reaksiya. 33-cü sual. Hansı maddə xlor turşusu və hidrogenlə reaksiya daxil olmur? Bu dəfə xlor turşusu və hidrogenlə deyil. Deməli, dəmir xlor turşusu ilə deyir daxil olmasında dəmir xlor turşusu reaksiya daxil olacaq. Eynilə də hidrogenlə də. Sonra kalium hidroksid turşu ilə girəcək, amma hidrogenlə girmir. İkisi ilə də girməməlidir. Amma ammonyak xlor turşusuna girir, hidrogenlə girmir. Mis-2 oksid əsas oksiddir. Həm xlor turşusuna girir, həm də hidrogenlə girir. Deməli, onun reaksiyasını bir dənə yazaq. Deməli, mis-O üzərinə gələndə xlor turşusu H xlor alınır mis xlor 2 plus H2. Buradan duz və su alınır. İndi üzərinə hidrogen gələndə buradan da alınır mis plus H2. Yəni, burada hidrogen misi reduks edir. Oksidin tərkibinə reduks edir. Deməli, bu da girir, hər ikisindən girir. İndi CO2 turşu oksiddir. Nə xlor turşusuna girmir, nə də hidrogenlə girmir. CO girir hidrogenlə. Amma CO2 girmir. Yəni, daxil olmayan, heç birinin daxil olmayan CO2-dir. 34-cü sual. Hansı maddə xlor turşusu və xlorla reaksiya daxil olmur? Yenə hər ikisi də girməsin. Bu dəfə də silisium O2-dir. Elə bayaq da bu sualı vermişdim. Deməli, xlor turşusu və xlorla deyir yenə. Sonra 35-ci sual. Nə doğrudur? Xlor turşusu mədə şirəsinin tərkibinə daxildir. Bəli, bu doğru ifadədir. Qüvvətli turşudur. Bu da doğrudur. H flor turşusuna zəifdir. Bu yanlışdır. Çünki H flor, H xlor, H brom, H yod. Fluoritdən yodidə doğru getdikcə turşuluq turşuluq artır. Yəni yodid turşusu daha qüvvətlidir. Xlorid də fluoritdən aşağıdadır. Xlor turşusu qüvvətlidir. Fluoritdən zəif deyil. Doğru cavab 1-2 D variantı. 36-cı sual. 0,3 mol xlor turşusu ilə maksimum neçə qram alüminium reaksiya daxil olur? Deməli, xlor turşusu alüminium reaksiyasını yazırıq. Alüminium üzərinə gəlir xlor turşusu. Aşağıdan qeyd edilir. Deməli, alüminium üzərinə gəlir H xlor. Buradan alınır alüminium xlorür plus H2. Əmsallaşdırırıq. 6, 3. 0,3 mol xlor turşusu. Üzərinə yazırıq 0,3. Özü də 6 moldur. Neçə qram alüminium reaksiya daxil olur? X qram. Özü də 2 vurulsun 27. Yəni 54 qram. Buradan X də bərabər olacaq. 54'ü vururuq 0,3'ə bölürük 6'ya. Bu da bərabərdir. Deməli, ixtisar aparsa 54'ü bölsək 6'ya. Bu da qalır 9. 9 da 0,3'ə vuranda eləyəcək 2,7. Doğru cavab olacaq Y variantı. Bu dəfə də 37-ci sualda xlor turşusu natriumla reaksiyasına söhbət gedir. Deməli, yazaq. Deməli, natrium üzərinə gəlir xlor turşusu H xlor. Buradan alır natrium xlor plus H2. Əmsallaşdırırıq. H xlora 2, natrium xlorida 2, natrium 2. İndi verib bizə 3 mol xlor turşusu ilə. 3 mol özdə 2 mol. Neçə qram natrium? X mol özdə 23'dür. 2'yə vuranda 46. Buradan X bərabərdir. 46'nı vururuq 3'ə, bölürük 2'yə. 46'nı 2'yə böləndə burada qalır 23. 23'ü də 3'ə vuranda eləyəcək 69. Cavab olacaq D variantı. 38-ci sualda deyir ki, X və Y maddələrini müəyyən edin. Deməli, dəmir üzərinə H xlor gələndə alınır dəmir xlor 2 plus H2. İndi deyir Y alüminiumla reaksiyada getmir. Bu Y mütləq burada hidrogen nəzərində tutur. Çünki hidrogen alüminiumla reaksiya daxil olmur. Y hidrogendir. Onda X də dəmir xlor 2-dir. A variantı olacaq. 39-cu sual. Hansı reaksiyadan alınan bütün maddələr xlor turşusuna reaksiya daxil olur? Alınan bütün maddələr xlor turşusuna daxil olsun. Deməli, A variantında alınır kalsium oksidlə CO2. Kalsium oksidi əsas oksiddir. Xlor turşusuna daxil olacaq. Amma CO2 turşu oksidi daxil olmayacaq. Deməli, A variantı deyil. B variantında alınır silisium plus CO.
Deməli burada heç biri xlor turşuya reaksiya daxil olmur. Onda B variantı deyil. C variantında alınır alüminium oksid plus dəmir. Burada alüminium oksid amfoter oksiddə girəcək xlor turşusu ilə reaksiya. Buradan alınır alüminium xloridlə su. Dəmir də xlor turşusuna reaksiya girir. Buradan dəmir xlor 2 plus H2 alınır. Deməli C variantıdır. Hər iki maddə xlor turşusuna reaksiya daxil olur. 40-cı sual. İçərisində 0,2 mol natrium xlorid və 0,4 mol kalium xlorid olan məhlula artıq miqdarda gümüş bir nitrat məhlulu ilə təsir etdikdə alınan çöküntü kütləsi neçə qram olar? Hər iki maddə gümüş bir nitratla reaksiya daxil olur və buradan çöküntü alınır. Deməli, reaksiyaları ayrı-ayrılıqda yazmalıyıq. Əvvəlcə natrium xloridin üzərinə gümüş bir nitrat gələk. Buradan alınır natrium NO3 plus gümüş xlor. Gümüş xlor çöküntüsü. Belə. Deməli, əmsalada ehtiyac yoxdur. Eyni qaydada bir dənə kalium xloridlə də yazaq. Kalium xlorun üzərinə gələk gümüş NO3. Buradan da alınır kalium NO3. Üstə gəl gümüş xlor. Yenə gümüş xlor çöküntüsü alındı. Belə. Sonra indi molların qeyd eləyək. Üzərinə yazaq 0,2 natrium xloridin 0,2 özü də 1 mol, 0,4 da kalium xloriddir, özü də 1 moldur. Alınan çöküntünün kütləsi. Alınan çöküntüləri əvvəlcə moldan tapaq, sonra toplayıb qramla ifadə eləyərik. Yəni bu daha rahatdır. X mol özü də 1 mol, elə x də bərabər olacaq 0,2-yə. Dəqiqə biraz kənarda x bərabər 0,4. Hey, onda 2. Onda 2. İndi digərinə bir y qoysaq, altına 1, y də bərabərdir 0,4. 0,2 üstə gəl 0,4. Ümumilikdə cəmi 0,6 mol çöküntü alınıb. Molla. İndi qramla ifadə edək. Baxırıq çöküntü gümüş xlorun emili 143,5-dir. Vuracaq bizdə. 0,6-nı vururuq 143,5-ə. Bu da bərabər olacaq. Deməli. Belə deyək də, əvvəlcə 6-nı vuraq. 6-nı vuranda olacaq 600, 240, haradasa 861, 86,1. Yəni buna uyğun bir cavab edir. Deməli olacaq 6-ya vuranda 861, bu da olacaq 86,1. Cavab olacaq A variantı. 41-ci sualda tərkibində sinkin kütlə payı 20% olan mis və sinkdən ibarət qarışıq üzərinə artıq miqdarda xlor turşusu əlavə etdikdə 0,4 mol hidrogen alınmışsa ilkin qarışığın kütləsini hesablayın. Deməli, tərkibində sinkin kütlə payı 20% olan mis və sinkdən ibarət qarışıq. Deməli, bizim həm mis, həm də sinkdən ibarət qarışığımız var və burada sinkin kütlə payı 20%-dir. 20% sink var. İndi bizə lazımdırsa əgər misdə 80%, amma bizdən ilkin qarışığın kütləsini soruşur. İlkin də bütövlükdə də 100%-dir. Bunu qeyd edək. Və xlor turşuya reaksiyaya girən burada bilirik ki, mis deyil. Yəni mis xlor turşuya reaksiya daxil olmur. Mis üstə gəl H xlor reaksiya getmir. Amma sink daxil olur. Sink üzərinə H xlor gələndə alınır sink xlor 2 plus H2. Burada H xlorun əmsalına 2 yazırıq, düzəlir. İndi 0,4 mol hidrogen alıb üzərinə hidrogeni yazırıq 0,4, özü də 1 mol. Və sinkin kütləsini x qoyub tapırıq 65. X də bərabər olacaq 65-i 0,4-ə vuruq. 4-ə vuranda olacaq 260. Bu da 26. 26 qram deməli burada sink var. 26 qram sink varsa ümumi ilkin qarışığın kütləsini soruşur. Biz də belə bir tənasüb qurarıq. Deyərik ki, axı sink burada 20%-dir. Deyərik ki, və kənarda burada yazıram ki, 20%-ə 26 qramdırsa ilkin qarışıqda bütövlükdə 100%-dir. 100%-ə də x. X də misi sorsaydı 80% x yazardıq. Bizdən ilkin qarışıq bütöv soruşur 100%. 100%-ə də x. X də bərabərdir. İxtisar gedəndə burada 1, burada 5 qalır. Yəni 26-nı 5-ə vuracaq. Bu da 130. 130 Y variantı olacaq cavab.
42-ci suala baxaq. Hansı ifadə hidrogen xloridə aid deyil? Suda məhlulu xlor turşusu adlanır. Bu doğrudur. Suda məhlulu mislə reaksiya daxil olur. Elə bu yanlışdır. Mis xlor turşusuna reaksiya daxil olmur. Hidrogendən sonra gələnlər, sağda gələnlər aktivli sırasında mis, civə, gümüş, platin, qızıl. Bunlar xlor turşusuna reaksiya daxil olmurlar. Amma C variantı molekulu polyardır. Doğrudur. Havadan ağır qazdır. Ümumiyyətlə emeri 29-dan yuxarı olanlar hamısı havadan ağır qaz sayılır da. Havanın orta molekül kütləsi 29-dur. Hidrogen xlorda yanmasından alınır. Bu da doğrudur. Deməli cavab olacaq B variantı. 43-cü sual. Hansı mərhələlərdə xlor turşusunun duzları alınır? Birinci alınır, deməli, xlor turşusunun duzları deyəndə, yəni xlor turşusu H xlordur. İndi məsələn, birinci reaksiyada alınır kalium xlor, buradan kalium xlor, kalium xlor O, bir də su alınır. Yəni burada birini aşağıda qeyd ediblər, yəni bu X maddəsi kalium xloriddir. Yəni biri birdir. Sonra ikinci də kalium xloridin üzərinə sulfat turşusu gələndə kalium HSO4 plus H xlor alınır. Buradan alınan maddə H xlordur. Yəni bu xlor turşusunun özüdür, duzu deyil. İkinci olmadı. Amma H xlorun üzərinə manqan O2 gələndə buradan manqan xlor 2 plus xlor 2 plus H2. H2'unu da aşağıda verib. Manqan xlor 2 xlor turşusunun duzudur da. Deməli biri də budur. Biri də 3'dür. Doğru cavab 1-3. C variantı. 44-cü sualdır. Hansı mərhələlərdə xlor turşusunun duzları alınır? Yenə natrium hidroksidinin üzərinə xlor gələndə alınır natrium xloro, bir də su. X natrium xlordur və xlor turşusunun duzudur. Amma üzərinə sulfat turşusu gələndə Y yenə H xlor olacaq. Yenə Z-də burada manqan xlor 2, bir də xlor 2 ilə su alınır. Yəni Z-də manqan xlor 2-dir. Deməli buradan alınan xlor turşusunun duzları 1 ilə 3 natrium xlorid, manqan 2 xlorid. 1-3 B variantı. 45-ci sual. Reaksiya daxil olan maddələr H xlorla reaksiya daxil olurlar. Alınan maddələrin sayı 4-dür. X-ninkində 4 maddə alınır, Y-də 3 maddə alınır. Deməli bunların xlor turşusu reaksiyasına 4 maddə alınan elə kalium dixromat olacaq. Deməli reaksiya burada qeyd edirəm reaksiyanı. Deməli kalium 2, xrom 2, O7. Üzərinə xlor turşusu H xlor gələndə, baxın alınan məhsulların sayına kalium xlor, xrom xlor 3, xlor 2 plus H2O. Görürsünüz 4 maddə alındı bu reaksiyadan. 1, 2, 3, 4. Deməli 4 maddə alınan kalium dixromatdır. 3 maddə alınan, indi məsələn kalium xlor O3 elə oradan alınacaq. Kalium xlor O3 üzərinə H xlor gələndə alınır kalium xlor plus xlor 2 plus H2O. Buradan da görür ki 1, 2, 3, 3 maddə mənə gəldi. Elə doğru cavab olacaq B variantı. 46-cı sual. 1 mol metalın xlor turşusu reaksiyasından 22,4 litr hidrogen ayrılmışdırsa, reaksiya neçə mol turşu sərf olmuşdur? Deməli, biz əvvəlcə metal 1 mol metal 22,4 litr hidrogen ayrılıbdırsa, 22,4 litr hidrogen 1 mol deməkdir. 1 mol. Biz də bilirik ki, hər bir metal öz valentliyin yarısı qədər hidrogen ayırır. Deməli, əgər metalın 1 molu 1 mol hidrogen ayırırsa, bu metal 2 valentliymiş. Bu bir qaydadır. Metal yox, hətta silisyum da ola bilər, məsələn, bu element. Hər bir elementdə ümumiyyətlə hidrogen ayıran element öz valentliyin yarısı qədər molla, yəni 1 molu, maddənin 1 molu öz valentliyin yarısı qədər mol hidrogen ayırır. İndi bu 1 mol hidrogen ayrılıbsa, metal 2 valentliymiş. Metalımız naməlumdur. Xlor turşusu reaksiyasının X üstəgəl H xlor artıq X xlor 2 yazarıq. Çünki valentliyi 2-dirsə metalın X xlor 2 alınacaq. Bir də H2. H xlorun əmsalına da 2 düşər. İndi reaksiya neçə mol turşu sərf olmuşdu deyir. Bizdən elə turşu mol soruşur. 2 mol. 2 mol turşu. Yəni 1 mol metala 2 mol turşu. Buradan da 1 hidrogen alınır. Cavabımız olacaq 2. D variantı. 47-də də yenə 1 mol metal xlor turşusu reaksiyasından 11,2 litr hidrogen ayrılıb. 11,2 litr hidrogen böləndə 22,4-ə eləyir 0,5 mol. 0,5 mol. 0,5 mol. Deməli 0,5 mol ayrılıbdırsa bu metal hidrogeni. Deməli metalın valentliyi 1'miş ki, 1'in yarısı qədər 0,5 mol ayrılıbdır.
Metalımız da bir valentli olanda artıq 47-ci sualda metal bir valentlidirsə üzərinə H-xlor gələndə X xlor və H2 alacaq. X xlor bir də H2. Onda H-xloru 2, burada 2, burada 2 düşəcək. İndi reaksiya neçə mol turşu sərf olmuşdur. Sərf olunan turşunu soruşur. Axı 1 mol metaldan söhbət gedir. İndi burada əmsalında 2 var deyə tez deyə bilmərik ki, burada da 2-dir. Bu 2 mol metalla 2 mol turşu sərf olunursa 1 moluna da 1 mol sərf olacaq. Söhbət 1 moldan gedir. Yəni sadəcə reaksiyanın tam tənliyi budur. Bayaq elə üstdəki reaksiya 1 molla 2 mol turşu sərf olunur. İndi burada da 1 moluna 1 mol. 2 2 isə 1-ə 1. Cavab olacaq C variantı. 48-ci sual. Hansı sxemdə X maddəsi xlor turşusudur? Deməli, A variantında xlor turşusu olsaydı, buradan natrium necə alınır? Natrium nitrat. Xlor turşusu deyil, yəni. B variantında tək xlordur. Tək xlor olsa, buradan natrium xlor alınır. Yəni, B də deyil. A, B getdi. Sonra C variantında burada yenə tək xlordur, xlor 2. Çünki buradan natrium xlor, bir də su alınıb. Turşu olsaydı duz və su alınırdı. Bir də natrium xlor alınırdı, bir də su alınırdı. D variantında bu elə xlor turşusu H xlordur ki, burada mis xlor 2 və su alınır. Elə cavab D variantıdır. Amma X maddəsi burada xlor 2-dir. Y variantında xlor 2-dir. Yəni digər variantlarda xlor 2-dir. Bir də A variantında da natrium xlordur. Yəni X maddəsinin yerində natrium xloriddir. Cavab olacaq D variantı. 49-cu sual. Hansı maddələr xlor turşusu reaksiya daxil olur? Hamısı daxil olsun. Xlor turşusu ilə. A variantında alüminium OH3 girər, əsasdır. Natrium oksid girər, əsas oksiddir. Amma dəmir 3 sulfat girməz, çünki xlor turşusu sulfat çıxara bilmir. A variantı getdi. B variantında mis xlor turşusuna girmir. Amma digər alüminium oksid, amfoter oksidə girəcək. Kalsium karbonat da karbonat turşusundan qüvvətlidir axı xlor turşusu. Ona görə o da çıxaracaq karbonatı, o da gedəcək. Deməli, B variantı deyil. Sonra C variantında sulfitdən qüvvətlidir xlor turşusu. Kalium sulfitdən girir. Kalsiumdan da girir, amma silisium O2-dən girmir. D variantı sulfatla olan duzların heç biri ilə girməz, amma amoniakla girər. Ona görə ki, alınmır D variantı. Y variantında sink oksidi, amfoter oksiddə girəcək. Xlor turşusunun oradan alınır sink xlor 2, bir də su. Natrium karbonatda karbonat turşusunu çıxarar xlor turşusu. O da gedir. Kalsium hidroksixlorid, bunun da üzərinə H xlor gələndə bu da gedəcək. Əsası duzun üzərinə turşu gəlir, normal duz alacaq. Kalsium xlor 2, bir də su əmrə gələcək. Natrium karbonatın üzərinə H xloru gələndə, buradan elə bunu da bir dənə yazaq. Buradan alınır natrium xlor plus CO2 plus H2O. H2O. Bax, bu maddələr alınır. Deməli, doğru cavab olacaq Y variantı. Sink oksidləki amfoter oksidlə turşu ilə girir, duz və su alınır. 50-ci sual. Hansı maddələrin xlor turşusuya qarşılıq təsirlə xlor alınır? Xlorun deməli elə A variantında bu maddələr xlor turşuya reaksiya girəndə xlorun laboratoriyada alınma reaksiyalarıdır ki, manqan 4 oksidin, kalium xloratın, kalium dixromatın, bunların xlor turşuya reaksiyasından xlor alınır. Elə cavab olacaq A variantı. 51-ci sual. X və Y maddələrini müəyyən edin. X xlorla girir, H xlorla da girir. Y isə xlorla girir, H xlorla girmir. Xlorla girib H xlorla girməyən misdir. Y-ə yəni mis götürərik. Hər ikisi ilə də girən gümüş ola bilməz Y variantı. Cavab olacaq B variantı. Deməli, kalium OH xlorla girir, alınır kalium xlor O, bir də H2O. H xlorla da girir, alınır kalium xlorla H2O. Mis isə xlorla girir, mis xlor ki, amma H xlorla girmir. Hidrogen çıxara bilmədiyinə görə. 52-ci sualda da yenə xlor və H xlorla girən maddə, natrium OH da ola bilər, sink də ola bilər, maqnezium da ola bilər. Yəni B ilə C variantı getdi. Amma xlorla girib H xlorla girməyən bu olacaq. Deməli, A variantında maqnezium hər ikisindən girir. Deməli, A variantı deyil. D variantı olacaq. Çünki mis xlorla girir, H xlorla girmir. Sink hər ikisindən girir, mis isə xlorla girib, H xlorla girmir. Elə D variantı. 53-cü sual. Artıq miqdar xlor turşusu ilə reaksiyadan alınan hidrogenin həcmini müəyyən edin.
Bu reaksiyanı yazmadan biz tapa bilərik. Bayaq dediyim qaydaya əsasən 1 mol alüminium, 1 mol dəmir, 1 mol sink, hər biri 1 moldur və alınan hidrogenin mol saylarını tapıb sonra litrinə ifadə edərik. Bayaq da qeyd etdiyiniz kimi hər bir metal öz valentliyin yarısı qədər hidrogen ayırır. Hər birinin 1 molu, onsuz da 1 mol yazılır. Və alüminium 3 valentlidir. 3-ün yarısı 1,5 H2 ayıracaq. Dəmir, indi dəmir həm 2, həm 3-dür olmağına, amma dəmir H xlorla reaksiyasına 2 valentli duz alınır. Yəni burada 2 valentli göstərəcək. Çünki dəmir üzərinə H xlor gələndə buradan dəmir xloru 2 plus H2 alınır. Yəni burada 2 valentli kimi qeyd edəcəyik. 2-nin də yarısı qədər 1 mol hidrogen ayırır. Sink də elə onsuz da 2 valentlidir, sabitdir. 2-nin yarısı 1 mol hidrogen ayırır. İndi bunları litrinə ifadə etsək, hər biri 22,4-ə vuraq. 1,5-i 22,4-ə vuranda eləyəcək 33,6. Digərləri də 1 mol, 1 mol, yəni 22,4 olacaq. Cavab olacaq Y variantı. 54-cü sual. H xlorla reaksiya daxil olan maddələr, mol miqdarları N. Bir də H xlorun mol miqdarında bizdən soruşur. Bunu artıq gərək yazaq. Bu 3 reaksiyanın içində yazaq. Deməli, əvvəlcə yazırıq maqnezium üzərinə H xlor. Buradan alır maqnezium xlor 2 plus H2. Sonra hər birini yazaq. Natrium üzərinə gəlir H xlor. Natrium xlor plus H2. H xlora 2, natrium xlora 2, natriumda 2. Sonra alüminium. Üstə gəl H xlor. Biraz bu tərəfdən yazaq. Alüminium üstə gəl H xlor. Alınır alüminium xlor 3 plus H2. Alüminium xlor 2 yazaq. Alüminiuma da 2, H xlora 6, hidrogenə də 3. İndi mol miqdarları N. Bizdə hal-hazırda mol miqdarları fərqlidir metallarımızın. Çünki maqneziumda 1-dir, natrium alüminiumda 2-dir. Belə N qoyub da işləyə bilərik. Yəni üzərinə N, altdan öz molu, bu cür də müqayisə edə bilərik. Ya da ki N elə bərabər miqdardır da. Yəni elə düşünək ki, hamısının əmsalı 2-dir. N2 qəbul eləyək. Onda maqneziumda 2-yə gətirək. Maqneziumda əmsalını hər tərəfi 2-yə vuraq. Qoy maqneziumda əmsalı olsun 2. Onda maqneziumda 2 olanda H xlor olacaq 4, maqnezium xlor 2, hidrogen 2. Bu şəkildə bir əmsal olar. İndi bunların artıq öz molları 2-2-2-dirsə, H xlorun da uyğun olaraq A, B, C verib də bizə. Mol miqdarlarını qeyd eləyək. Bax, maqneziuma verib A, onun ki, həmin reaksiyada H xlorun əmsalı 4-dür. A olacaq 4. Digər natrium olan reaksiyada B verib, H xlorun əmsalı 2-dir, B olacaq 2. Digərinin H xlorun əmsalı alüminiumuna olan reaksiyada 6-dır. C də olacaq 6. Deməli, indi hansı bərabərliklər doğrudur? Bunlar arasında münasibət quracaq. A bərabərdə 2B görək doğrudur. Bəli, 4 bərabərdə 2 vur 2. Yəni, birinci ifadə doğrudur. İkinci C bərabərdə 3B. C 6-dır, B də 2-dir. 3-ə vuranda 6 il. Bəli, 2 də doğrudur. A bərabər C bölünsün 2. Yox, C-ni 2-yə böləndə 6-nı 2-yə böləndə 3 edir, 4 eləmir. Üçüncü yanlışdır. Doğru cavab 1-2 A variantı. Əlli 5-ci sual. Xlor, azot və oksigendən ibarət qaz qarışığını, deməli xlor, azot, bir də oksigen. Bunlardan ibarət qaz qarışığını kalium yodid məhlulundan buraxdıqda 12,7 qram yod ayrıldı. Kalium yodid bunlardan xlorla reaksiya daxil olacaq. Xlor burada yodu ayıracaq. Deməli, kalium yodidin üzərinə gəlirik xlor. Buradan alınır kalium xlor plus yod 2. Əmsallaşdırırıq 2. İndi 12,7 qram yod ayrılıb. Üzərinə 12,7. Özü də emiri 254-dür. 254. Və bizə deyir ki, qalan qazın həcminin 8,88 litr olduğunu bilərək. İndi burada deməli 3 dənə qaz idi. Bu qazlarda xlor girib reaksiya. Qalan qaz deyəndə söhbət azot və oksigen bu ikisindən gedir. Və bu ikisinin də ümumiyyətlə həcmi deyir 8,88 litrdir. Aha, bunu qeyd elədik. İndi bəs xlorun həcmi nə qədərdir? Qarışıq həcmdən olduğuna görə, litrin olduğuna görə biz də xlorun üzərinə x litr, altdan da öz litri 23,4 litr qoyub tapırıq. Buradan x bərabər olacaq. Deməli, 20 dəfə kiçilib, 254-ü 20-yə böləndə 12,7 edir. 22,4-ü 20-yə böləndə 1,12. Deməli, 1,12 litrdə xlor var.
Yəni ixtisar parı istənilən kimi hesablama olar da, tənasübdür bu. Deməli x elədi 1,12 litr. İndi mən xlorun üzərinə də yazıram 1,12 litr. Deməli tək xlor 1,12-dir. Azotla oksigen də 8,88-dir. Ümumilikdə qarışıq nə qədərdir? Bunların cəmi qədər. 1,12 üzərinə 8,88 eləyir 10 litr. İndi bizə nə deyir? İlkin qarışıqda, xlorun ilkin qarışıqda həcm payını hesablayın. Xlor 1,12-dir. İlkin qarışıqda 10-dur. 1,12 onun neçə faizini təşkil edir? Onu tapmalıyıq. Deməli yazırıq ki, 1,12-ni bölürük ümumi həcmə 10-a, vururuq 100-ə. Bu da eləyəcək 11,2%. Yəni C variantı. 56-cı sual. Hansı reaksiyalar doğrudur? Birincidə xlorun üzərinə kalium OH gəlir. Temperaturdursa bu kalium xlor O3 olmalıydı. Temperatur olmasaydı kalium xlor O olardı. Bir yanlışdır. Gümüş hidrogeni çıxara bilməz. İkinci reaksiyada yanlışdır. Gümüş burada hidrogeni çıxarıbdır. Ona görə yanlışdır. Üçüncü reaksiyada xlor turşusu karbonat turşusunu çıxarıb. O da parçalanıb da davamsızdır. Bu doğru reaksiyadır. 4-də xlor bromu çıxarıb. Bəli, fluor, xlor, brom yox. Bu istiqamətdə bir-birlərini çıxara bilir halogenlər. Bu da doğrudur. Deməli doğru cavab 3-4. 57-ci sual. Hansı reaksiyalar doğrudur? Yenə birinci reaksiya səhvdir. Çünki temperatur olduğuna görə xlor O3 olmalıydı. Bir yanlışdır. İkincidə mis hidrogeni çıxarıb. Bu da yanlışdır. Amma xlor turşusu karbonat turşusunu çıxarıbdır duzun tərkibindən. Üçüncü doğrudur. 4-də də xlorun laboratoriyada alınma üsuludur. 4 də doğrudur. Doğru cavab 3-4. 58-ci sual. Hansı reaksiyalar getmir? Birinci gedəcək. Buradan alınır manqan xlor 2 plus xlor 2 plus H2O. İkinci, xlor turşusu CO2-də turşu oksiddir. Bundan girmir. Sonra xlor turşusu gümüşdən girmir. Gümüş hidrogeni çıxara bilmir. Amma xlor turşusu mis 2 oksiddən girir. Əsas oksiddir. O da turşudur. Gedəcək. Mis xlor 2 plus H2O. Getmir 2, 3. 59-cu sual. Artıqlaması ilə götürülmüş natrium hidroksid məhlulundan hidrogen xlorid qazı buraxdıqdan sonra məhlulun kütləsi 73 qram artmışdır. Əmələ gələn duzun kütləsini hesablayın. Deməli, natrium hidroksid məhlulundan hidrogen xlorid qazı buraxandan sonra məhlulun kütləsi əgər 73 qram artıbdırsa, bu 73 qram burada elə bu buraxılan hidrogen xloridin kütləsidir. H-xlorun kütləsidir. Yəni bunu göstərir. Deməli, reaksiyanı yazırıq. Xlor turşusu natrium hidroksidən reaksiya girir. Natrium OH üstəgəl H-xlor. Alınır natrium xlor plus H2O. İndi dedik ki, əgər natrium hidroksid məhlulundan hidrogen xlorid qazı buraxdıqdan sonra məhlulun kütləsi 73 qram artıbsa, deməli 73 qram hidrogen xlorid gəlib üzərinə. Yəni H-xlorun kütləsi 73-dür. Özünün də emeri 36,5. Əmələ gələn duzun kütləsini soruşur. X emiri də 58,5-dir. Bu da 2 dəfə artıb. X bərabər olacaq 117-yə. 59-cu sualın cavabı 117. 60-cı sual. Artıqlaması ilə götürmüş natrium hidroksid məhlulundan hidrogen xlorid qazı buraxdıqdan sonra məhlulun kütləsi 109,5 qram artmışdır. Yenə eyni tipli bir sualdır. Yenə burada hidrogen xlorid qazı buraxandan sonra kütlə 109,5 qram artıbsa, deməli bu ilə hidrogen xlorid qazının kütləsidir. Yenə bu reaksiyada yenə yazırıq natrium OH, üzərinə gəlir H-xlor, alınır natrium xlorid plus H2O. Əmsal ehtiyac yoxdur. Deməli bu 109,5 burada H-xlorun özünün kütləsidir. Özü də 36,5. Və əmələ gələn duzun kütləsini soruşur. X bu da 58,5. Buradan x bərabərdir. Məxrəcə düşəcək 36,5. Sürətdə də 109,5-i vururuq 58,5-ə. Burada da deməli 36,5-i ixtisar aparsa, burada qalır 3. 3-ü də deməli 58,5-ə vursaq, 3-ü 58-ə vuranda 150, 174, 174. Bu da bir tam 175,5. 175,5 olacaq cavabımız.
61-ci sual yenə eyni tipli bir məsələ, yenə eyni, amma burada bir dənə maddə dəyişir, H-xlor ammoniak qazı buraxdıqda deyir. Deyir, artıqlaması ilə götürülmüş. Bayaq natrium hidroksiddən H-xloru buraxırlar. İndi H-xlor məhlulundan ammoniak qazı buraxdıqdan sonra məhlulun kütləsi 68 qram artmışdır. Deməli, elə burada 68 qram ammoniak buraxılıb. Onda reaksiya belədir ki, H-xlorla ammoniakın reaksiyasını yazırıq. Alınır ammonium xlorid, NH4 xlor. İndi ammoniak gələndən sonra 68 qram artıbsa, deməli ammoniakın kütləsi 68 qramdır. Özünün deməli 17. Əmələ gələn duzun kütləsi 2, özü də 53 tam onda 5. 53 tam onda 5. Burada x bərabər olacaq. Elə buradan 17-yi xısar aparsaq 1, burada da qalır 4. 4-ü də vuracaq 53 tam onda 5'e. 4'ü də deməli 53 tam onda 5'e vuranda eləyər 200 3 tam onda 5'də 214. 214. Sonra 62-ci sualda deyir ki, 2 mol H-xlorun artıq miqdarda götürülmüş manqan 4 oksid ilə qarışığı təsirindən neçə litr xlor alınır? Deməli yazırıq. Xlor turşusunun H-xlorla reaksiyasını yazırıq. Manqan, daha doğrusu xlor turşusu manqan O2 ilə reaksiyası. Manqan O2 üstəyə H-xlor buradan alınır. Manqan xlor 2 plus xlor 2 plus H2O. Əmsallaşdırırıq. Düzəldi. İndi 2 mol H-xlorun. H-xlorun üzərinə yazırıq. 2 mol. Özü də 4 moldur. Neçə litr xlor alınır? X litr, özü də 22 tam, onda 4 litr. Buradan x bərabər olacaq. Deməli, tənasüb belədir. 2x, 4-ə 22,4. X bərabər 4 düşür məxrəcə. 2-ni də 22,4-ə vurub sürətdə yazırıq. Buradan da 2 ilə 4 gedəndə məxrəcdə qalır 2. Bu da eləyəcək 11,2 litr. Deməli, 11,2 litr xlor əmələ gələr buradan. 63-cü sualda yazaq. Yenə həmin reaksiyadır. Deməli, xlor turşusu H-xlor manqan O2 ilə girəcək. Manqan O2 üstə gəl H-xlor. Alınır manqan xlor 2 plus xlor 2 plus H2O. H-xlora 4, suya da 2 düşürəm sal. Yenə 4 mol xlor turşusu deyir. Özü də 4 moldur. Neçə litr xlor ayırır? X litr 22,4 litr. Buradan da x bərabər olacaq elə 22,4-ə. 64-cü sual. Mis və sinkdən ibarət qarışıq üzərinə artıq miqdarda xlor turşusu əlavə edildikdə 0,4 mol hidrogen alınır. Buna oxşar bayaq bir məsələ yazmışdıq. Deməli, mis və sinkdən ibarət qarışıq üzərinə, qarışıqda da deyir sinkin kütlə payı 50% olarsa, sink deməli 50%dir. Axırda ilkin qarışıq soruşur. İlkin də bütövlükdə 100%. 100%. Belə, deməli burada üzərinə xlor turşusu əlavə eləyəndə xlor turşusu mislə reaksiya daxil olmayacaq. Sinklə daxil olacaq. Deməli, sink üstə gəl H-xlor. Alınır sink xlor 2 plus H2. H-xlor 2 yazırıq, düzəlir. İndi 0,4 mol hidrogen alıb. Üzərinə 0,4 mol, özü də 1 mol. Və sinkin kütləsini tapırıq. 2x qarışıq qramla verilib də. Altdan da 65. X də bərabər olacaq 26-ya. Deməli, burada 26 qram sink var. Yəni, sink 26 qramdır. İlkin qarışıq da bütövlükdə 100%-də. Deməli, 50% sink var və 50% 26 qramdır. Belə bir tənasüb qurarıq ki, 50%-ə 26 qramdırsa, qarışıq bütövlükdə 100% olur. 100%-ə də Y. Buradan da Y bərabərdir. Bunun 2 misli qədər, yəni 52. Deməli, 52 qram imiş ilkin qarışığın kütləsi. Yenə 65-ci sual eyni tipli bir sualdır. 65. Deməli, yenə mis və sink yazırıq. Mis və sink. Burada qarışıqda sinkin kütlə payı da 10%. Bunu da indidən qeyd edək ki, bu 10%-dir. Bütövlükdə də olacaq neçə? 100%. İndi yenə xlor turşusu əlavə eləyəndə 0,2 mol hidrogen alıb. Bilir ki, xlor turşusu mislə yox, sinklə girəcək. Sink üstə gəl H-xlor. Alınır sink xlorid
plus H2. H xlor 2 yazırıq. Deməli 0,2 mol hidrogen alınıb, özü də 1 moldur. Sinka da x qoyuruq, özü də 65-dir. X də bərabər olacaq 13-ə. 13 qram sink. İndi sinkin kütləsi 13 qramdır, faiz də 10%dir. Yəni 13 qram sink. Deməli 10% 13 qramdırsa 100% nə qədərdir? Bunu tapmalıyıq. 10% 13 qramdırsa 100% Y-dir. Y də bərabərdir 130. Deməli ilkin qarışığın kütləsi 130 qram olub. (66-cı) sual. Deməli, burada qabın içində görürük ki, 200 qram 36,5%-də xlor turşusu məhlulu var. Əvvəlcə o qabın içərisində xlor turşusunun özünün kütləsini tapaq. Yəni, 200-ün 36,5%-ni tapırıq. Vuruq 36,5-ə, bölürük 100-ə. Bərabərdir 73 qram. 73 qram xlor turşusu var burada. H xlor var. Bayaq, yəni məhlul idi bu. İndi isə xlor turşusunun özünün kütləsidir. 73 qram. Və bura görürük ki, nə daxil olur? Manqan O2. Manqan O2 gəlib nə yazaq? H xloruna reaksiya daxil olacaq. Yazaq reaksiyanı. Manqan O2 üzərinə gəlir H xlor. Alınır manqan xlor 2, xlor 2 plus H2O. H xlora daha doğrusu 4 yazırıq. H xlora 4. Suya da 2 yazırıq, düzəlir. İndi buradan bu daxil olanda bu çıxan qaz, Y qazı hansı qaz olar? Buradan hansı qaz alındı? Əlbəttə ki, xlor qazı. Yanına qırmızı ilə ox qoyuram və xlor qazı alındı. Deməli, bu Y qazı xlor 2-dir. Xlor 2. Deməli, biz onu tapmalıyıq. Nə qədər xlor alınırsa, həmin o keçir digər qaba, məhlula. Ona görə biz xlorun miqdarını tapmalıyıq. Deməli, 73 qram H xlor var. Qeyd edirik üzərinə, H xlorun üzərinə yazırıq 73 qram. Altından da özünün emeri, H xlorun emeri 36,5-dir. 4-ə vurun, elə 4 vurulsun, 36,5 yazaq. İndi alınan xloru x qoyaq, özdə molla 1 mol. Buradan x bərabər olacaq 73-ü bölürük, 4 vur, 36,5-ə. 73 özü də 2 vur 36,5-dir. Yəni 36,5-ə geçsə, burada 2 qalacaq. 2-ni də 4-ə böləndə 0,5. 0,5 mol deməli nə əmələ gəlib? Xlor 2. Xlor əmələ gəlibdir. İndi bu əmələ gələn 0,5 mol xlor nə edəcək? Keçir digər qaba. Digər qabda nə var? Digər qabda x qram 10%-li soyuq natrium hidroksid məhlulu. Və bizə də deyir ki, Y qazı natrium hidroksid məhlulunu neytrallaşdırırsa, x-i müəyyən edin. İndi x-i müəyyən etmək lazımdır ki, bu x burada nəyi göstərir? X burada məhlulun ümumi kütləsidir. Bu 10%-li məhlulun ümumi kütləsidir. Biz gəlin məhlulun içində natrium hidroksidin özünün kütləsini tapaq ki, məhlulun kütləsini də tapa bilək. Yəni bir sözü natrium hidroksidi əvvəlcə tapmalıyıq. İndi natrium hidroksid də xlorla reaksiya daxil olur. Yəni xlor bu qaba gələndə natrium hidroksiddən girəcək. O reaksiyanı yazaq özü soyuq halda. Temperatur olmayacaq burada. Deməli xlor 2 üzərinə gəlir natrium OH. Adi şəraitdə olanda alınır natrium xlor plus natrium xlor O plus H2O. Amma temperatur olsaydı, isti desəydi, temperatur olsaydı natrium xlor O yox, O3 alınardı. İndi bu soyuq yazdığına görə mütləq, yəni onu qeyd eləməlidir də, biz bilməliyik. Deməli bu şəkildə gedir. Bunu da əmsallaşdıranda, deməli burada natrium OH-ın əmsalına 2 yazanda düzəlir. İndi biz xlor nə qədər tapmışıq digər hesablamada? 0,5 mol. Üzərinə yazırıq 0,5 mol, özü də 1 moldur. Natrium OH-ın kütləsini bir dənə Y qoyub tapırıq. Özünün emeri 40-dır, 2 vuranda da 80. Buradan Y bərabər olacaq, 0,5-i 80-ə vuruq, eləyəcək 40. Deməli 40 qram natrium hidroksidimiz var. İndi bizdən bu x qram 10%-li natrium hidroksid məhlulun kütləsini istəyir. Deməli burada 40 qram natrium hidroksid var, faizlə də 10%-dir. 10%-li məhluldadır da bu. Belə bir tənasüb quruq ki, 10%-ə 40 qramdır. Məhlul da bütövlükdə 100% olur. 100%-ə də x, elə onlara yazıq x. Bu x də bərabərdir 400. Deməli, məhlulun ümumilikdə kütləsi 400 olub. 400-ün 10%-i 40 edir də. Yəni 40 qram maddə var, faizlə də 10%-dir. 10% 40 qramdır, məhlul da 100%, o eləyəcək 400 qram. Və cavabımız olacaq 400. 67-ci sual. Kalsium oksid və kalsium karbonat qarışığından, deməli, kalsium oksid
və kalsium karbonat, kalsium CO3 qarışığının 10 qramına, deməli ümumilikdə 10 qramdır. Artıqlaması ilə götürülmüş xlor turşuya təsir etdikdə 1,12 litr qaz alınmışdır. Xlor turşusu reaksiyaya girəndə, yəni hər ikisi ilə əslində reaksiya daxil olur, amma kalsium oksidlə reaksiya girsə, yazaq. Yəni bu reaksiya deyil. Bunun üzərinə xlor turşusu, yəni buradan kalsium klorid duzu, bir də su əmələ gəlir. H2O. Amma burada qaz ayrılmışdır deyir. 1,12 litr. Deməli, kalsium karbonatla gedib reaksiya. Kalsium CO3-ün üzərinə gəlir H-xlor. Buradan alınır kalsium xlor 2 plus karbonat turşusu da davamsızdır. Parçalanır CO2-yə, karbon qazına, bir də suya. H-xlor 2 yazanda elə əmsal düzəlir. İndi 1,12 litr qaz ayrılıbdır. Yazaq. Qazın üzərinə yazaq. Yəni ayrılan qaz CO2-dir. 1,12 litr. Özü neçə litrdir? Özü də 22,4 litr. İndi için qarşılıqda kalsium oksidin kütlə payını soruşur. Əvvəlcə kalsium karbonatın kütləsini x qoyub tapırıq. Ml-də 100-dür. Buradan da x bərabər olacaq 5-ə. Deməli x olacaq 5. 5 qram kalsium karbonat varmış bu qarışıqda. Axı qarışıq 10 qramdır ümumilikdə. Onun 5 qramı kalsium karbonatdırsa, ondan da 5-in çıxanda 5 qramda olacaq kalsium oksid. İndi kalsium oksidin kütlə payını soruşur. Yəni 5 ümumi qarışığın, yəni onun neçə faizini təşkil edir? Biz onu tapmalıyıq. 5 onun neçə faizini təşkil edir? Yəni 5-i bölürük 10-a, vururuq 100-ə. Bu da eləyəcək 50%. Deməli, cavabımız olacaq 50%.